burada ən əsası fasilitator müəllim kimdir və necə olmalıdır? Bunlar haqqında danışacağıq. Baxın, fasilitator müəllim deyəndə yol göstərən, istiqamət verən deməkdir. Əslində mən ona görə sizə bu sualı verdim ki, həyatınızın müəyyən bir dövründə sizə düzgün yol göstərən və yaxud da sizi həvəsdən salan müəllimlər olub. Bu səbəbdən də əslində seçdiyiniz peşədə, yəni bu istiqamətdə olub ki, hansı ki ya inada seçibsiz, ya valideyn fikrinə seçibsiz, ya da ki doğrudan da peşənizi istəyərək, yəni bu yolda istiqamətləndirirsiz. Ümumilikdə götürsək, bəli, bələdçi rolunu oynayan deyiriksə, fasilitator müəllimdir. Amma bu müxtəlif sahələrdə ola bilər, tək müəllimliklə deyil. Baxın, biz düşünürük ki, müəllim bizə istiqamət verir. Amma sizsə, müəllim bizə istiqamət verir. Bəs yaxşı, biz özümüz sərbəst etməliyik, yoxsa müəllim daima bizi izləməlidirmi? Necə düşünürsünüz? Yəni, əslində bunun